Herkese salam qızlar, necəsiz? Məryəmin Əlifba Bayram vlogunun salamlaşma hissəsini əslində çəkmişdim, amma telefonum silinib, ona görə yenidən sizi salamladım. İndi Məryəmin Əlifba Bayramı vlogunu yerləşdirirəm. İnşallah sizlər üçün maraqlı olar. Sonda isə təəssüratlarımı bölüşəcəm. Əslində heç gözlədiyimiz kimi olmadı. Niyəsini də ən sonda deyəcəm. Ben Azerbaycanlıyım. Sevimsiz şeyler sizin bu hakkınızdır. Nikoş. Stolu kadar çeksene. Aziz bayramıdır, cennet uzaklar. Yüzümüzde sevinç birden kalktılar. Çiçek gözümüzde sevinç Ben şu hafta ben 20 dolar. Eğlendik biz birinciler. Özlerine alkışlıyor. Güzel. İyi, neydi? Yaktırın şerlerin, gel oğluyuz. Bu bayram gününde oğlanlar kızlar. Bir elinde çiçek, o birinde şal. Çıkış edirik biz birinciler. Çıkış edirik biz birinciler. Evet, sağ ol. Armağanı öğrendim, tanrılamazsın. İçerinden oyundan, kitapçadan defteri. İdamdan silinde okuyla, yazıyla. Kitaplar birine öğrenmeye hazırlan. Yalan.
Koynumda böyümüşəm, anamın layasıyla, vətənin havasıyla, ona görə də səni anam kimi sevmişəm. Ən sevilən Azərbaycan dilini, öyrəndim onun şirin dilini. Bu dil əcdadın həyat səsidir, odlar yurdumun odur. Murat ne şirindir vətənin kitabı. Hər şeyin vətənin, səmasında qalırlar, günəşində, suyunda. Geceler. Geceler oynatmadım. Ölümler dayanmadım. İster herkes böyledir. Korkumdan dayanmadım. Birinci çıkıştım dedi. Aşağı salın. Anadolu ve Aşağı salın. bu dünyada. Dost, Yerden bak. Get oldu. cin dostlarımız seçtiğimiz bayramdan gitmeli. Ay valla. Değil buradaydı. Sever Allah'ımı keker canımı. Dünyada bir aziz var mı anladım? Gözler her azaba, her derde ana. Her şeyin laylası bize bir derman. Güneş cüve kudretlidir, aziz zaman senin adın ve
Hə qızlar, izlədik hamısını, gəldik vlogumuzun sonuna. Deməli, bəyənmədiyimi qeyd elədim vlogun əvvəlində, dedim səbəbini də ən sonda deyəcəm. Məkan haraydı? Məkan 9-cu mikrorayonda 65 astanovkası var. Burada yaşayanlar bilər. Nəsimə metrosunun yaxınlığıdır. Orada Üzeyir Şadlıq Sarayıdır məkan olaraq. Yəni orada demişdilər ki, şou proqramlar olacaq uşaqlar üçün. Onun birini elədilər, yerdə qalanı olmadı. Köpük şou falan söz vermişdilər, olmadı. Çağırdıqları klon elə bir nevroz idi. Yəni uşaqlarla necə davranılmalıdır bilmirdi. Uşaqları idarə eləyə bilmirdi. Ancaq qışqırırdı, bağırırdı. Heç bilmədik hardan gəldi, hara getdi. Panda şou gətirmişdilər. Nədir, uşağın biri pandaya əlini toxundurdu deyə orada klon özünü öldürdü. Pandanı göndərdi ki, çıx get. Nə bilim nə, ay panda sizdən küstü, nə bilim nə nədir. Yəni çox biabırçı. Süfrədə uşaqlara soyuq kartoşka, köhnə daha doğrusu soyuq da yox, soyuq olsa bir təri var da. Soyuq birbaşa köhnə kartoşka vermişdilər yemək olaraq. Yəni bildiyiniz bayat idi, gecədən qalan ya da bilmirəm, haçandan qalan bir kartoşkaydı, nagis köhnə idi. Pizza, yəni bildiyiniz qoxu gəlirdi pizzadan. Yəni uşaqların menyusu, bu uşaq menyusudur da bərbad bir şəkildə idi. Yəni demək olar ki 80% uşaqların yeməyi boşqabında qaldı. Məryəm ümumiyyətlə əlini toxundurmadı yeməyə. Məryəmə çöldən yemək zakaz elədim. Atasına dedim çöldən yemək aldı, gətirdi. Təsəvvür edin, o boyda pul vermişdi. Yəni ucuz da değildi. 60 manat bir stola pul ödənmişdi. Və bərbad. Oranı da seçməklərinin səbəbi nədir? Mən elə bir insanam ki, qızlar, kim nə desə ona ayaq uyduram ki, hə, okey, mənə fərqi yoxdur. Çünki heç vaxt istəmirəm deyim, hə, mən bunu istəyirəm. Mən bəlkə birinin imkan çatır, bəlkə birinin imkan çatmır deyə həmişə uyğunlaşmağa çalışıram valideynlərlə. Qrupda da valideynlərin bir neçəsi qəşəng məkanlar atmışdı. Biri dedi, mənə qiymət uyğun deyil. Halbuki burada qiymət oradakindən da çox çıxdı. O ayna dursun, yəni sıfır oldu da, hər şey sıfır. Yemək, içmək sıfır. Şou proqramlar sıfır, hər şey sıfır, çəkiliş sıfır, yəni sıfır. Bildiyiniz sıfır. Biri dedi yol mən uzaqdır, biri dedi büdcə uyğun deyil. Ona görə axırı güya ki buranın qiyməti uyğundur, güya yaxınlığı da hər kəsə uyğundur. Ona görə buranı seçdilər. Üzeyir Şadlıq Sarayı. Yəni qətiyyən orada nişan olsun, toy olsun, tədbir olsun, heç bir şey eləməyin də qızlar. Heç məsləhət görmürəm. Administrator kobud. Yəni axırda danışıldı ki, bu nədir də? Yəni uşaqların qabağına soyuq yemək. Yəni yeməyə heç qızdırmağa belə təşəbbüs etmədilər. Biri orada nəyisə bir könül almağa belə təşəbbüs etmədilər. O qədər mənasız sözlər, bəhanələr deyirdilər ki, yalan yerə and içməklər, ay balam ölsün, ay nə bilim. Yəni bir insan balasının canına necə and içə bilər yalandan? O, yəni mənə çatmır da. Baladan əziz nə var? Nəysə ki, bir sözlə qızlar, inanın ki, peşman olduq. Yəni heç ürəyimcə olmadı. Eynilə də mənim kimi bir çox valideynlərin orada ürəyicə olmadı. Orada bir valideyn var idi ki, büdcəyə o narahatçılıq eləyirdi. Düzdür, mən heç tam bilmədim o hansı valideyndir də. Amma həmən valideyn özü 2 qat pulda, belə deyim, xərclədi orada müəyyən şeylərə. Çünki əlavə pullar, əvvəl dedilər filan şey onun içərisindədir. Sonra dedilər yox, ayrıdır. Məsələn, çəkilişi falan demişlər daxildir. Sonra dedilər ayrıdır. Nəysə də 2 qat xərc çıxdı. Heç bəyənmədik də, ürəyimizcə olmadı. Daha amma uşaqların il ömründə bir dəfə olan bir şey idi deyə dedik, həvəslərini qırmayaq. Yanlarında təbii ki, heç nə bildirmədim, heç nə demədim. Məryəmə bir dənə dedim, yeməyi yeyə bilmirsənsə, sənə çöldən yeməyi zakaz eləyim. Belə yəni qızlar, yəni hər şey sıfır, nol vəziyyətində. Yəni heç belə gözləmirdim, belə olacağını düşünmürdüm, amma oldu. O da bir neçə valideynin belə deyim, deyingənliyi ucbatından oldu. Bizdə yerdə qalan valideynlər hamısı yaxşı yerlər atmışdılar, yaxşı yerlər diləmək istəyir. Hətta orada axıra yaxın 1-2 valideyn var idi ki, onlar administrator narahatçılığını belə bildirdi ki, bu nədir, siz belə bizə belə deməmişdiniz axı. Yəni hər şeyin fərqli olacağını demişdiniz. Orada həmən restoranın özü ilə danışan bir valideynimiz var idi ki, yəni əslində onluq heç nə yox idi. O da əvvəl ən yaxşı yerlərə razı idi ki, yəni mənim üçün fərqi yoxdur, hansı olsa olar. Sadəcə bu sırf ödənişdi falandı filan da o valideyn danışıb ödəmişdi. O yazıq qaldı pis vəziyyətdə. Yəni belə bir sözlə yəni bərbadı. İnanın ki, elə bildik ki, pulumuzu götürdük, atdıq çölə. Yəni uşaqların ömründə bir dəfə olur bu əlifba bayramı. İstəyərdim ki, yaxşı keçsin, yüksək səviyyədə keçsin, amma olmadı.
Neyse qızlar, bu vloqumuzu da burada sonlandırıram. İnşallah vloqumuz ürəyivici oldu. Növbəti vloq mənim ad günü vloqum olacaq. İnşallah ad günü vloqumu paylaşacağım. İnşallah o vloqumuz ürəyivici olar. Sizləri sevirik, yaxşı ki varsınız. Özünüzə yaxşı baxın, tam aktiv olun. Öpürük qızlar sizləri. Hələlik.